Bismillahirrahmanirrahim. Elhamdülillahi vahdehu və salatu və selamu alə mən la nəbiyyə bədə həmmə bəd. Davam edirik Muxtasar Sirətür Rasul sallallahu aleyhi və səlləm adlı Şeyhülislam Muhammed ibn Abdülvahhab rahimahullahın risaləsini, yəni Allah Resulü sallallahu aleyhi və səlləmin həyatı barəsində. Və bugün də 7-ci dərsdir. Və müəllif deyir ki, وَلَمَّا هَاجَرَ الْمُسْلِمُونَ إِلَى الْمَدِينَةِ وَاجْتَمَعَ الْمُهَاجِرُونَ وَالْأَنصَارِ شَرَ اللّٰهُ لَهُمُ الْجِهَادِ. Nə vaxt ki, deyir, müsəlmanlar Mədinəyə hicrət etdilər və orada mühacir və ənsarlar toplaşdı. Allah Taala artıq bunlara cihad yazdı, cihad fərz etdi. وَقَبْلَ ذَلِكَ نُهُوا عَنْهُ. Halbuki bundan qabaq, yəni cihad etməyə qadağan olmuşdular. Çünki Allah Taala buyururdu: "Kuffu eydiyakum." Əllərinizi çəkin. Yəni döyüşdən dayanın. Nisə surəsi 77-ci ayə. Dalınca Allah Taala, yəni bu hadisə dalınca Allah Taala nazil etdi bu ayəni, Bəqərə surəsi 216-cı ayəni. Kutiba aleykumul qitalu və huve kurhun lakum və asa an takrahu şey'an və huve khayrun lakum və asa an tuhibbu şey'an və huve şerrun lakum. Vallahu ya'lemu və entum la ta'lamun. Sizə döyüş yazıldı. Və huve kurhun lakum. O isə sizin üçün xoşa gəlməzdir. Və nə qədər elə xoşa gəlməz şeylər var ki, bu işdə sizin üçün xeyir var və nə qədər sevdiyiniz şeylər var ki, bu işdə sizin üçün şər var. Allah doğrusunu biləndir, siz isə bilmirsiniz. فَبَذَلُوا أَنْفُسَهُمْ وَأَمْوَالَهُمْ لِلَّهِ تَعَالَى رَضِيَ اللّٰهُ عَنْهُمْ. Və o zaman, yəni sahabələr öz canlarını və mallarını Allah yolunda xərcləməyə başladılar. Radiyallahu anhum. فَشَكَرَ لَهُمْ ذَلِكَ. Və Allah da onlara bunun şükrünü ödədi. Onlara yardım etdi düşmənlərinə qarşı. Mə qillətihim, baxmayaraq zəif idilər, azlıqda idilər və düşmən çoxluqda və güclü idi. فَمِنَ الْوَقَائِ الْمَشْهُورَ الَّتِي أَنْزَلَ اللّٰهُ فِيهَا الْقُرْآنِ وَقَعَةُ بَدْرٍ. Və məşhurdur hadisələrdən, hansı ki Allah Taala Quranda nazil etmişdir bu hadisənin hekayəsini. Bədr hadisəsidir. Qad ənzəlallah fiyhə surətul Ənfəl. Allah Taala bu haqda Ənfəl surəsi nazil etmişdir. Və ba'dəhə vaqa'a Qaynuqa. Və bundan sonra Qaynuqa hadisəsi. Qaynuqa, yəni Yahudi qəbiləsidir, onlara qarşı, yəni. Sonra vaqatu Uhud, ondan sonra Uhud hadisəsi. Bə'də sənə, bir il sonra. Və fihəl əyət illəti fi Əli İmran. Və bu haqdadır, Əli İmranda keçən ayətlər var. Və bundan sonraki hadisə Bəni Nadir hadisəsidir. Bu da yəni Yahudi qəbiləsidir. Və fihəl əyət illəti fi surətul Həşr. Və bu haqda da Həşr surəsində keçən ayətlər var. Ondan sonra Xəndək hadisəsi, Bəni Qureyza hadisəsi və bunlar da həmçinin öz əksini Əhzab surəsində tapmışdı. Thumma vaqatul Hudeybiyyə və Fəth Xeybər. Ondan sonra Hudeybiyyə sülhü və Xeybərin fəthi hadisələri. Və ənzəlallah fiyhə surətul Fəth. Və bu haqda Allah Taala Fəth surəsi nazil etmişdi. Və Məkkənin fəthi həmçinin və həmçinin Huneyn hadisəsi. Və bu haqda da Allah Taala Nasr surəsi nazil etmişdi. Və zəkra Huneyn fi surətil Bəra. Həmçinin Huneyn hadisəsini Allah Taala Bəra, yəni Tövbə surəsində də zikr etmişdi. Thumma ğazvat Tabuk. Sonra Tabuk yürüşünü. Bunu da Allah Taala Bəra, yəni Tövbə surəsində zikr etmişdi. Yəni bütün bu hadisələr, yəni döyüş hadisələridir. Hərəsinin də öz yeri var, yəni Allahın kitabında. وَلَمَّ دَانَتْ لَهُ الْأَرَبُ وَدَخَلُوا فِي دِينِ اللّٰهِ أَفْوَاجًا. Və ərəblər buna, yəni bu dinə yaxın olduqda və Allahın bu dininə toplu girdikdə فَبْتَدَى فِي قِتَالِ الْعَجَمِ. Ondan sonra deyir, yəni əcəmlərlə, yəni ərəblərdən kənar, yəni daha geniş döyüşlər başladı, yəni əcəmlərlə. Allah Taala onu, öz rəsulunu özü üçün, yəni öz dərgahına seçdi. Fətuvfiyə Rasulullah sallallahu aleyhi ve sellem və Allah Resulü sallallahu aleyhi ve sellem vəfat etdi. Bə'də mə əqamə bil Mədinəti 10 sinin.
Mədinədə 10 il qalandan sonra. Vaqad bəlləğə risalə və əddəl əmanə və deyir risaləti, yəni rəsulluğu tam ödədi, çatdırdı, əmanəti insanlara tam yerinə yetirdi. Və vaqəti riddə əl-məşhurə. Ondan sonra isə, yəni Allah Rəsulü sallallahu əleyhi və səlləm vəfatından sonra məşhur riddə hadisəsi baş verdi. Riddə yəni dindən dönmək, mürtəd olmaq yəni. Və zəlikə ənəhu ləmmə mətə Rasulullah sallallahu əleyhi və səlləm, bu da nə vaxt baş verdi? Allah Rəsulü sallallahu əleyhi və səlləm vəfat edəndən sonra əksər o dövrdə, yəni son dövrlərdə İslamı qəbul edənlər dindən döndülər. Və həsələt fitnətun azimə və böyük bir fitnə baş verdi. Səbbətəllah fiyhə mən ənəmə aleyhim bis-səbət. Allah deyir, o fitnədə deyir, kimə ki sabitlik neməti vermişdir, onları sabit etdi. Əbu Bəkr Siddiq radiyallahu anhu səbəbilə fə innehu qamə fiyhə qiyamən ləm yudənihi fiyhə əhədun minəs-sahabə. Çünki həmin dövrdə elə bir məqamda, yəni Əbu Bəkr radiyallahu anhu, yəni elə bir məqamda çıxış etdi ki, heç bir sahabə, yəni həmin o məqama deyir, heç yaxın durmazdı. Zəkkərəhum fihi mə nəsu. Unutduqları bir şeyi onlara xatırlatdı, bilmədikləri şeyi öyrətdi və o qorxu, yəni qorxaqlığı onlardan qaldıraraq onlara şücaət tövsiyə verdi. Fəsəbbətəllah bihi dinəl-İslam və Allah deyir, onun səbəbi ilə İslam dinini sabit etdi. Cə'lənəllah min ətbə'ihi və ətbə mə həmələhu əshabuhu. Allah bizi deyir, onların, yəni davamçılarından etsin. Əmin. Deyir ki, qalə Allah Teala və Allah Teala buyurur ki, yə əyyuhəl-ləzinə əmənu mən yərtəddə minkum ən dinihi fəsəvfə yə'tilləhu biqavmin yuhibbuhum və yuhibbunəhu əzillətin aləl-mü'mininə əizzətin aləl-kəfirinə yücəhidunə fi səbililləh. Allah Teala Maidə surəsi 54-cü ayədə buyurur ki, ey iman edənlər, sizlərdən, yəni bəziləriniz, iman edəndən sonra bəziləriniz kim Allahın dinindən dönərsə, yəni mürtəd olarsa, fəsəvfə yə'tilləhu biqavmin, bundan sonra deyir, Allah elə bir qövm gətirər ki, yuhibbuhum, onları sevər və onlar da Allahı sevərlər. Möminlərə qarşı şəfqətli, kafirlərə qarşı isə şiddətli olarlar. Yücəhidunə fi səbililləh, Allah yolunda cihad edərlər. Və Həsən rahiməhullah, yəni Həsən el-Basri rahiməhullah deyir ki, bu ayə, yəni bu ayə, Maidə surəsi 54-cü ayə and içir ki, vallahi Əbu Bəkr və əshabuhu, deyir, bunlar deyir, and olsun Allah ki, Əbu Bəkr onun əshablarıdır. Yəni bu onlar barəsindədir ki, Allah elə bir qövm gətirər ki, onlar Allahı sevir, Allah da onları sevir. Qital əhli riddə, yəni o deyir, Əbu Bəkr və əshablarıdır. Kimlərə qarşı? Riddə əhlinə qarşı. Və surətur riddə, sonra deyir, riddə surəti, riddə yəni mürtəd olması da, yəni o dövrünün, yəni ərəbləri, yəni İslamı yeni qəbul edənlər əksəriyyəti, yəni son zamanlarda da, yəni axır vaxtlarda, onlar deyir, yəni öz riddəsində, mürtəd olmasında bir neçə qrupa bölünmüşdü. Yəni hamısı eyni formada deyildi dindən çıxanlar. Fətaifətun rəcət ilə ibadətil asnəm. Onların bəziləri qayıtdılar bütpərəstliyə, bütlərə ibadət etməyə, dindən döndülər. Və qalu ləv kənə nəbiyyən ləməmətə. Və bahanələri oldu ki, dedilər ki, əgər peyğəmbər olsaydı, ölməzdi ki. Ona görə öləndən sonra hamısı qayıtdı, yəni onların bəziləri, bir qrupu, bütlərə ibadət etməyə. Və firqatun qalət nu'minu billahi və la nusalli. Və bir qrup isə dedi ki, biz Allaha iman edirik, lakin namaz qılmayacaq. Və taifətun əqarru bil İslam və sallu. Və bir qrupda dedi ki, biz İslamı təsdiqləyirik və namazlı qılırıq, lakin zəkat vermədilər. Və taifətun şəhidu ən la iləhə illallah və ənə Muhammedən Rasulullah. Və diqqət, yəni bir qrupu da dedi ki, biz şahidlik edirik, Allahdan başqa ilah yoxdur, haqq ilah yoxdur və Muhammed sallallahu əleyhi və səlləm onun rəsuludur. Lakin Museyliməni də təsdiqləyirik ki, o da peyğəmbərdir. Onu Allah rəsulu özünə şərik etmişdi peyğəmbərlikdə. Bunlar la iləhə illallah Muhammed Rasulullah deyənlərdir. Və zəlikə ənəhu
əqamə şuhud şəhidu məhu bizəlik. Bu da o səbəbdən ki, yəni Museylimə kəzzəb, yalançı peyğəmbər Museylimə özü ilə şahidlər gətirib yalançı, təsdiqləyici ki, yəni Allah Rəsulu məni özünə risalətdə şərik etmişdi. Və fihim raculun min ashabihi, hətta işlərində deyir, əshabından deyir, Allah Rəsulunun əshabından deyir, bir kəs də var idi, elmlə, ibadətlə məruf idi, tanınmış idi, Raccəl adında. Fəsaddaquhu li əcli mə arafu fihi minəl ilm vəl ibadə. Və onda gördükləri o elm və ibadəti, yəni bu şeyləri gördükdə onu təsdiqlədilər, allandılar yəni. Və qavmun min əhlil Yəmən, həmçinin Yəmən əhlindən bir qrup var idi. Onlar da digər özünə peyğəmbər deyəni təsdiqləmişdi. Əsvad əl-Ənəsi adında peyğəmbərlik iddiasında olan və başqa bir qrup da ki, Tuleyhə əl-Əsədi yalançı digər peyğəmbəri təsdiqləmişdilər. Yəni bunlar bir qrup deyildi. Yəni sadaladığı bir neçə, yəni qrup idi. Bunların hamısına nə deyilir? Əhl-ü riddə, yəni mürtədlər. Riddə əhli. Və ləm yəşukkə əhədun minəs-sahabə fi kufri mən zəkərnə. Və sahabələrdən heç kəsin şübhəsi belə yox idi ki, bu yuxarıda sadalanan qruplar hamısı mürtəddirlər. Onlara qarşı döyüşmək vacibdir. Bircə ancaq bir qrupdan başqa, o da zəkat verməyənlərdir. Bircə ancaq zəkat verməyənlər idi ki, onlar barəsində sahabələrdə şübhə yarandı. وَلَمَّا عَزَمَ Əbu Bəkr radiyallahu anhu alə qitalihim, və nə vaxt ki Əbu Bəkr radiyallahu anhu onlarla döyüşməyə qətiyyətlə qərar verdi, qeylə ləhu, ona deyildi ki, keyfə nuqatilu və qad qalə Rasulullah sallallahu aleyhi və səlləm umirtu ən uqatilən nəs həttə yəqulu la iləhə illallah. Biz deyir, onlarla necə döyüşə bilərik ki, halbuki Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurmuşdu ki, mən əmr olundum insanlarla döyüşüm, ta ki la iləhə illallah deyənə qədər. Yəni bunlar da deyirlər la iləhə illallah, namazda qılırlar. Feyzə qaluhu, əgər bu kəlməni deyərlərsə, qaluhə, la iləhə illallah deyərlərsə, yəni hədis belə davam edir. Asamu minni diməəhum və əmvaləhum illə bihəqqihə. Öz qanlarını və mallarını məndən qorumuş olarlar. Yalnız istisna İslam haqlarıdır. Yəni, İslam haqlarına girərlərsə, onda yenə də onlar qarşı döyüşülür. Və Əbu Bəkr radiyallahu anhu buyurdu ki, finnə zəkətə min haqqihə. Deyir, biz zəkat da hələ onun haqqındandır. Yəni, İslamın haqqındandır. İslamın hüquqlarındandır. Vallahi ləv mənəuni iqalan kənu yuaddunahu ilə Rasulillahi sallallahu aleyhi və səlləm ləqataltuhum alə mən'ihi. Allaha and olsun ki, balaca bir çəpiş belə verməsələr, hansı ki, bunu Allah Rəsulü sallallahu aleyhi və səlləm dönəmində verirdilər, ona da qarşı belə döyüşəcəm. Yəni, bunu verməməyə də qarşı döyüşəcəm. Yəni, xırda bir şeyə qarşı. Thümmə zələtə şübhə anis-sahabə, bundan sonra sahabələrdən tam şübhə getdi, radiyallahu anhum, və arafu vücubə qitalihim, və başa düşdülər ki, burada yəni döyüşmək vacibdir. Fəqatəluhum və nasarahumullah aleyhim, və döyüşdülər riddə əhlinə qarşı, yəni onlara da qarşı, zəkat verməyənlərə də qarşı, və Allah da onlara zəfər verdi, yardım etdi. Fəqatəlu mən qatəlu minhum, və öldürənləri öldürdülər, əsir tutduqlarını da əsir tutdular. Əhəmmü mə aləl muslimi mərifətü təvhid minəşşirk. Yəni bu hekayələrdə, bu yəni qıssalarda, bu hadisələrdə ən mühüm odur ki, bir müsəlmanın üzərinə təvhidi şirkdən ayırsın. Bu bilgisi onda olsun. Fəmin əhəmmi mə aləl muslimil yevm, və günümüzdəki ən mühüm məsələlərdən müsəlmanın üzərinə düşən təəmmülü həzil qissa, bu qıssanın haqqında düşünməsidir ki, əlləti cəaləhəllahu min hucəcihi alə xalqihi, hansı ki Allah Taala bu qıssanı öz insanlara qarşı, öz xalqına yaratdıqlarına qarşı bir hüccət olaraq, qiyamət gününə qədər bir hüccət olaraq etmişdi. Fəmən təəmmələ həzə təəmmülən cəyyidə, və kim bunu layiqincə, yaxşı olaraq düşünərsə, xüsusən də ki, İzə arafə ənəlləhə şəhərəhə, ki, bilərək ki, Allah Taala bu qıssəni məşhur edib, hətta avamların dilində belə, yəni riddə əhlinin qıssasından söhbət gedir.
Və əcməl uləmə alə təsvibi Əbi Bəkr fi zəlik və alimlər də icma etmişdilər ki, Əbu Bəkr burada doğru idi. Və cəlu min əkbəri fədailihi və ilmihi və Əbu Bəkrindir ən böyük fəzilətlərindən bunu hesab etmişdilər, elmindən hesab etmişdilər. Ənəhu ləm yətəvaqqaf fi qitalihim bəl qateləhum ki, Əbu Bəkr radiyallahu anhu zərrə qədər şübhə etmədi, dayanmadı onlara qarşı döyüşməkdən ilk baxımından da, yəni ilk dönəmindən. Hansı ki, sahabələr düşmüşdü şübhəyə, bu isə qətiyyətlə əvvəlindən. Və arafu ғazarətə fəhmihi və onundur bu fəhminin dərinliyinidir. Alimlərdir, qəbul etdilər. Fi istidləlihi aleyhim biddəlil əlləzi əşkələ aleyhim. Fəraddə aleyhim. Yəni, Əbu Bəkr radiyallahu anh buradakı fəhmi ondan ibarət idi ki, ona qarşı gətirdikləri, sahabələr gətirdiyi, sahabələr alimlər idi. Sahabələr gətirdikləri dəlili belə, o dəlili onların əleyhinə istifadə etdi. Yəni, nə dəlil gətirdilər onlar? Onlar dedilər ki, Allah Rəsulü sallallahu aleyhi ve sellem buyurmuşdu ki, mən əmr olundum insanlarla nə vaxta kimi döyüşüm, la ilahe illallah deyənə qədər, yalnız əgər deyərlərsə məndən qanlarını və mallarını qorumuş olarlar, yalnız İslamın hüquqları, haqları istisnadır. Və Əbu Bəkr radiyallahu anh bu dəlili öz əleyhlərinə gətirdi ki, İslamın haqqı, əgər varsa, İslamın haqqı elə zəkat İslamın haqqındandır. Aydındır bu. Mə ənəl məsələ muvaddihə fil Qur'ani və sünnə. Yəni, bu deyir, onun fəhmindən xəbər verir ki, yəni, hətta gətirdikləri belə dəlili öz əleyhlərinə yəni, çevirdi. Halbuki deyir, yəni, bu məsələ o qədər deyir, Quran və sünnədə aydındır. Quran və sünnədə bu məsələ o qədər aydındır. Yəni, hələ Əbu Bəkr radiyallahu anhu ayələrdən və hədislərdən istifadə edib gətirə bilərdi. Amma ki, yox, ona gətirilən dəlili onlara qarşı çevirdi. Hə? Halbuki Quran və sünnədə başqa dəlillər açıq aydındır. Bu da onun fəhminə dəlat edir. Qurandan olan dəlillər, fikir verin, bax, diqqətli olun burada. Muhammed ibn Abdülvahhab rahiməhullah deyir bunu. Qurandan dəlillər nədir? Ki, zəkat verməyənlər kafirdir. Nədir Qurandan dəlil? Avtomatik burada, yəni, namaz qılmayanlara da aiddir. Onların da kafir olmasıdır. Yəni, bunu Muhammed ibn Abdülvahhab gətirir və bugünkü gündə bəzi şübhələr gətirirlər. Güya ki, Muhammed ibn Abdülvahhab namaz qılmayanı kafir saymır. Güya ki, Muhammed ibn Abdülvahhab rahiməhullah namaz qılmayanı kafir saymır. Halbuki, hətta zəkat verənə qarşı Qurandan dəlil gətirir. Deyir ki, bu məsələ deyir, Quran və sünnədə o qədər aydındır. Qurandan deyir, dəlili odur ki, Əmməl Quran fəqavluhu Teala, Allah Taala'nın bu ayəsi, Tövbə surəsi 5. Feyzən saləxəl əşhurul hurum فَاقْتُلُوا الْمُشْرِكِينَ حَيْثُ وَجَدْتُمُوهُمْ وَخُذُوهُمْ وَاحْصُرُوهُمْ وَاقْعُدُوا لَهُمْ كُلَّ مَرْصَدٍ فَإِنْ تَابُوا وَأَقَامُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ فَخَلُّوا سَبِيلَهُمْ. Allah Teala buyurur ki, haram aylar bitəndən sonra müşriklərlə döyüşün. Harada tapsanız, tutsanız, xuzuhum, onları tutun, vahsuruhum, mühasirəyə alın, vaq'udu ləhum kullə mərsad, onlar üçün hər bir pusqu qurun. Fintəbu və iqamus salətə, yox, əgər tövbə edərlərsə, və iqamus salə və namaz qılarlarsa və zəkat verərlərsə, o zamandır yollarını azad edin. Və başqa ayədə keçir ki, onlar qardaşlarınızdır. Yəni, bunu Muhammed ibn Abdülvahhab nəyə dəlil gətirir? Hətta zəkatın, yəni tövbəyə daxil olmasına, yəni imana daxil olmasına. Yəni, tövbə etmək, namaz qılmaq və zəkat verəndən sonra qardaşlarınızdır. Yəni, müsəlmandırlar. Bundan qabaq, yəni, əgər tövbə etsələr, bu yetərli deyil. Demək ki, namazda qılmalıdır, hələ zəkat da verməlidir ki, yollarını azad edəsiz və qardaş sayılsınlar. Bu, Qurandan dəlildir. Bu istidləli, bu dəlil gətirməni Muhammed ibn Abdülvahhab gətirir hələ zəkata, qaldı ki, namaza. İkinci dəlil, sunnadan dəlildir. Buxari Müslimdə keçən, Səhihində keçən hədisdə gəlir ki, Allah Rəsulü sallallahu aleyhi ve sellem buyurmuşdu,
Umirtu en uqatilen nas hatta yashhadu en la ilahe illallah ve enne Muhammeden Resulullah ve yuqimus salah ve yu'tuz zekah. Fe iza fa'alu zalika asamu minni dima'ahum ve amwalahum illa bihaqqil islam ve hisabuhum alallahi Teala. Allah Resulü sallallahu aleyhi ve sellem buyurmuşdu. Mən əmr olundum insanlarla döyüşüm ta ki la ilahe illallah Muhammed Resulullah şəhadətini gətirənə kimi və namaz qılıb zəkat verənə kimi. Namaz qılıb və zəkat verənə kimi. Təkcə ancaq la ilahe illallah Muhammed Resulullah deyib bitməsi yox. Hətta namaz da qılsın və zəkat da versin. Əgər bundan sonra bunu edərlərsə, o zaman deyir malları da və canları da məndən qorunmuş olar. Bundan sonra, bu üç şeydən sonra. İllə bi haqqil İslam. İslam haqqı müstəsnadır. Və hisabuhum alallah. Yəni bu üç şeyi yerinə yetirərlərsə, ondan sonra yəni hesabı Allah verəcək. Allah qatındadır. Yəni məndən qorudular canlarını və mallarını. Və bu da sunnadan dəlildir. Yenə də Muhammed ibn Abdülvahhab nəyə gətirir bunu? Zəkat verməyənlərə dəlil olaraq. Deyir Əbu Bəkr radiyallahu anhu öz dövründə onların gətirdiyi dəlili öz əleyhlərinə istifadə etdi. Halbuki deyir Quran və Sunnada deyir ondan da açıq aydın dəlillər var idi. Və bunu Muhammed ibn Abdülvahhab deyir hələ zəkata. Qaldı ki namaza. O bugünkü gündə deyirlər ki, şübhə gətirirlər ki, güya ki Muhammed ibn Abdülvahhab namaz qılmayanı müsəlman sayır. Bu da sənə Muhammed ibn Abdülvahhabın öz sözlərindən, öz dəlil gətirmələrindən bir subut. Fəhəzi kitabullahi sarihul li amil bəlid. Və bu da deyir Allahın kitabıdır, açıq aşkar, hətta avama və tupoya, kütbeyinə. Ki hətta o belə başa düşməlidir. Və həzi kələmu Rasulillahi sallallahu aleyhi ve sellem. Və bu da deyir Allah Resulü sallallahu aleyhi ve sellemin deyir kəlamı. Və həzi icma'ul uləmə əlləzi zəkartu ləkə. Və həmçinin sənə zikr etdiyim alimlərin icması. Yəni sahabələr qəsd edir və sahabələri təsdiqləyənləri qəsd edir. Ki bu da alimlərin icmasıdır. Ki onlar hamısı Əbu Bəkrin doğru olmasını təsdiqləyib və günümüzə qədər də bu belədir. وَالَّذِي يُعَرِّفُكَ هَذَا جَيِّدًا. Sonra sənə deyir bunu tam gözəl şəkildə deyir bildirən odur ki, وَهُوَ مَعْرِفَةُ ضِدِّهِ. Bunun ziddini bilməkdir. Yəni bu məsələnin əksini bilməkdir. وَهُوَ أَنَّ الْعُلَمَا فِي زَمَانِنَا. Bu da odur ki, zamanımızdakı alimlər deyirlər ki, bax günümüzdəki alimlər, Muhammed ibn Abdülvahhabın öz dövründən danışır hələ, öz dövründən qaldı ki, bugünkü gündən deyir ki, zamanımızın alimləri, yəni bunun ziddi nədir? Yəni alimlər icma ediblər bayaq dediyimizə, indi bunun ziddini gətiririk. Yəni sənə aydın, tam aydın olsun deyə ziddini gətirirəm. Günümüzün alimləri nə deyir? Günümüzün alimləri deyir ki, kim la ilahe illallah deyərsə müsəlmandır. Tanışdı da bu məsələ, hə? Malı və qanı haramdır. Yukaffar və la yuqatil. Nədir təkfir olunmaz, nə də ona qarşı döyüşülməz. La ilahe illallah dedi, müsəlmandır. Malı və qanı qorunmuşdur, haramdır. Nədir təkfir olunmaz, nə də ki ona qarşı döyüşülməz. Hətta innahum yasrahuna bizalika fi şanil badwi allazina yukazzibuna bil bas. Bunu hətta aid edirlər kimlərə? Öz dövründəki insanlardan danışır. O bədəvilərə ki, o ərəblərə ki, hansılar ki, hətta axirəti belə inkar edirlər. Yəni onlara da aiddir. Onlar da müsəlmandır, onların da malı qanı qorulmuşdur, onları da təkfir etmək olmaz, onlara da qarşı döyüşmək olmaz. Bu günümüzün deyir alimlərinin dedikləridir. Hətta deyir şəriətin əhkamlarını belə inkar edənlərə deyirlər bunu. Yəni axirəti inkar edənlərə, şəriətin əhkamlarını inkar edənlərə və yazumuna enne şer'ahumul batil huve hakkullahi. Və elə iddia edirlər ki, özlərindən o uydurduqları o şəriət, özlərindən uydurduqları şəriət Allahın haqqıdır. وَلَوْ طَلَبَ أَحَدٌ مِنْهُمْ خَصْمَهُ أَنْ يُخَاصِمَهُ عِنْدَ شَرْعِ اللّٰهِ لَأَدُّهُ مِنْ أَنْكَرِ الْمُنْكَرَاتِ. Və fikir ver, günümüzdə bax, həqiqətən günümüzdə də bu hadisələrdir, düzdür? Əgər onlardan kimsə o spor elədiyi, mübahisə etdiyi bir kəslə çağırar onu Allahın şəriəti ilə hökm verməyə, bax, xasmda, yəni mübahisə etdiyi kəsdir. Çağırır ki, gəl gedək Allahın şəriəti ilə bunu həll eləyək, onu ən böyük münkər sayarlar. Ki, necə yəni? Mollaxana zatdır. Bəl min heysu cümlətin innəhum yəkfuruna bil Qur'an min əvvəlihi ilə əxirihi. Cümlə olaraq, ümumi olaraq, onlar deyir Quranın əvvəlindən axırına kimidir, küfr ediblər Qurana. Qəbul etməyiblər.
Baxmayaraq dildə deyirlər ki, Quran mənim kitabımdır. Yəni həmin haldır da. Və yakfuruna bidin rasul kullihi. Allah Rəsuluna bütövlüklə küfr ediblər. Heç nəyini qəbul etmirlər. Ma'a iqrarihim bizəlikə bil əlsinətihim. Baxmayaraq dildə deyir, iqrar edirlər. Yox, nə danışsan? Allah Rəsulu. Nə danışsan? Mən müsəlmanam. Və iqrarihim ennə şər'əhum əhdəsəhu əbəhum və hətta etiraf edirlər ki, bu şəriət özlərinin şəriətidir, yəni öz babaları uydurduğu şəriətdir. Bu özü də yəni Allahın şəriətinə deyir, ziddir, küfürdür. Və uləməul vaqt ya'tarifuna bizəli kullih və zamanın deyir alimləri bunun hamısını etiraf edərək deyirlər, hə, elədir. Bunlar öz şəriətləri ilə gedirlər, Allah Rəsulunun şəriətinə küfr edirlər. Amma dildə deyirlər biz müsəlmanıq, dildə deyirlər bizim Rəsul Muhammed sallallahu əleyhi və səlləmdir, dildə deyirlər bizim kitab Qurandır. Hə? Bunların hamısını deyir günümüzün alimləri də deyir bunu təsdiqləyirlər, bilirlər ki, bu vəziyyət budur. Və deyirlər ki, və yəquluna ma fihim min el-islam şa'ra. Deyirlər ki, onlarda deyir İslamdan tük belə yoxdur. Fikir ver. Və hazə qaul talaqqathul amma an uləmaihim. Bu sözü deyir avamlar deyir alimlərindən götürüb. Və enkaru bihi ma bayyanahu Allah və rasuluhu. Və Allah və Rəsulu bəyan etdiyi şeyi də inkar edirlər. Nəinki inkar edirlər? Yəni kim ki Allah və Rəsulunun sözünü danışır, inkar edirlər ona qarşı, hətta onu belə təkfir edirlər. Allah və Rəsulu sallallahu əleyhi və səlləm sözünü təsdiqləyəni təkfir edirlər. Və qalu men kəffərə muslimən fəqat kəffərə. Kim bir müsəlmanı təkfir edərsə özü kafirdir. Yəni müsəlman da dedikləri bunlardır ya. Şəriəti qəbul etməyən adamlar, axirətə inanmayan adamlar. Kim bunları təkfir edərsə özü kafirdir deyir. Bu alimləridir, zamanın alimləridir. Vəl muslim indahum, onlara görə müsəlman kimdir? Əlləzi leysə məhu minəl-islam şə'ra. İslamdan bir tükü olmayan deyir. Onlar üçün müsəlmandır. İllə ənəhu yəquluhu, nədir ki, deyir, la ilahe illallah deyir. Və huwa əbədun nəs ən fəhmihə və təhqiq mətlubihə ilmən və aqidətən və əmələn. La ilahe illallah deyir, amma ki, onun əməlindən, onun təhqiqindən, onun əqidəsindən ən uzaq olan adamdır, yəni İslamın. La ilahe illallah deyir, amma la ilahe illallahdan heç bir payı yoxdur. Nə əməlində, nə etiqadında, nə elmində. Fə'ləm rahiməkallah ənə həzgil məsələ əhəmmül əşya. Bil ki, Allah sənə rəhm etsin, bu məsələdir, əndir mühüm məsələlərdəndir. Ləənnə hiyəl küfr vəl-islam. Çünki bu küfr İslam məsələsidir. Küfr İslam məsələsidir. Fin saddaqtahum fəqat kəfərtə bimə ənzəlallah alə Rasulillahi sallallahu aleyhi ve sellem. Əgər onları təsdiqləsən bu sözünə, səndir Allah Resulü sallallahu aleyhi ve sellemə nazil olana küfr etmiş olacaqsan. Kəmə zəkərnə ləkə minəl Qur'anil kərim və sünnət vəl-icmə. Necə ki, sənədir Quran-ı kərimdən, sunnadan və icmadan zikr etdiyim kimi. Fin saddaqtallah və rasulə. Yox, əgər Allah və Resulunu təsdiqləsən, sənə qarşı düşmənçilik edəcəklər və sənin özünü təkfir edəcəklər. Yəni, reallıq budur. Və həzə əl-küfrü sarih bil-Qur'an və Rasul fi həzil məsələ. Bu da deyir, açıq aydındır, küfürdür. Allahın kitabına da, onun rəsuluna da bu məsələdə. Qad iştəhərə fil ardı. Halbuki bu deyir, yəni yer üzündə deyir, şərqində də, qərbində də yayılıb. Və ləm yəslim minhu illə əqallil qalib. Bundan deyir, çox az, nadir bir kəslər deyir, xilas olublar, salamat qalıblar. Fin rəcəvt əl-cənnətə və xiftə minən-nər. Əgər cənnəti ümid edirsənsə, cəhənnəmdən qorxursansa, fatlub həzgil məsələ, bu məsələni deyir, tələb et. Bunu layiqincə deyir, dərs et, Quran və sunnadan. Və hərrirhə və lə təqsir fi tələbihə. Onu deyir, ondan möhkəm yapış, onun tələbindən deyir, yəni yumşaq yanaşma da, elə bir ki. Ləəcli şiddətil həc iləyhi. Çünki buna deyir, çox şiddətli bir ehtiyac var. Və ləənnəhəl İslam vəl-küfr. Çünki bu İslam və küfr məsələsidir. Və de ki, yəni duanda belə denən. Allahümmə əlhimni rüşdi və fəhhimni ankə və allimni minkə və aizni min mudillətil fitən mə əhyəytəni. Ey Allahım, mənə düz doğru yolu ilham et və məni fəhmli et və mənə bilgi ver bu haqda. Və məni deyir, yəni bu fitnə, azdırıcı fitnələrdən deyir, qoru, nə qədər ki, məni sağ saxlamısan, yəni ölmə qədər.
Və aksir dua bi dua lezi sahha an Rasulullah sallallahu aleyhi ve sellem və deyir bu duanı da çoxalt deyir. Allah Resulü sallallahu aleyhi ve sellemdən varid olan bu duanı da deyir çoxalt. Halbuki deyir Allah Resulü sallallahu aleyhi ve sellem bunu deyir öz namazında dua edib deyirdi. Ey Allahım, Allahümme Rabbi Cibril və Mikail və İsrafil, Cəbrailin, Mikailin, İsrafilin Rəbbi, Fətir səmavati vəl ard, göylərin və yerin yaradıcısı, alimul qeybi və şəhadə, qeybin və şəhadətin, qeybin və aşkarın biləni, əntə təhkum beynə ibadəkə fīmə kənu fihi yaxtalifun, sən deyir, həqiqətən sən qulların arasında ixtilaf etdikləri haqda hökm verəcəksən. İhdini bimə ixtilifə fihi minəl haqq, elə isə deyir, məni o ixtilaflar içində haqqa doğru yönəlt öz izninlə, biiznik. İnnəkə təhti mən təşə ilə sırat-ı müstəqim. Çünki səndir istədiyini sırat-ı müstəqimə, düz doğru yola yönəldənsən. Və nəzidul məsələ idahən və dəlailəşlə şiddətil həci iləyhə fənəqul. Və deyir, bu məsələyə biraz da artıq izah, biraz da artıq deyir, dəlillər gətiririk ki, buna çox deyir, şiddətli ehtiyac olduğu üçün və deyirik. Və liyətəfəttanəl əql li qıssatın vahidə minhə. Deyir, ağıllı bir kəs, düşüncəli bir kəs orada olan bir qıssəyə deyir, diqqət yetirsin. Və hiyə ənnə Bəni Hənifə əşhəru əhli riddə. Bəni Hənifə riddə əhlinin ən məşhurlarından idi işlərində. Və humullezine ya'rifunal amme min əhli riddə. Və humullezine ya'rifuhum amme min əhli riddə. Riddə əhlinin içindəndir. Bunu hətta avamlar belə tanıyır, bilirlər ki, Bəni Hənifələr kimlərdir. Və hum əndən nəs əqbəh əhli riddə. Və insanlar içində onlar riddə əhlinin ən xəbisləri kimi tanınırlar. Və küfrü ən şiddətli olanlar kimi tanınırlar. Çünki onlar, yəni Musaylimə Kəzzəbi təsdiqləyənlərdir. Yalancı peyğəmbəri təsdiqləyənlərdir. Və onunla yanaşı onlar deyir, la ilahe illallah, Muhammed Rasulullah şəhadəti deyib, azan verib namaz qılırdılar. Və mə həzə finnə əksəruhum yazunnuna ənə Nəbi sallallahu aleyhi ve sellem əmərahum bizəlik. Və onunla yanaşıdır, onların əksəriyyəti elə zənn edirdi ki, Allah Resulü sallallahu aleyhi ve sellem özü bunu əmr edib. Anladıb da. Li-əcli şuhudu ləzi şəhidu mə'r-rəccəl. Çünki yalancı şahidlər gətirmişlər, aldatmışdılar onları. Yəni bu allalanlar idi hələ. Vəl-ləzi ya'rifu həzə və lə yəşukku fihi. Və bunu biləndir, bunda şəkk etməyən. Yəqul mən qalə la ilahe illallah fəhuvə muslim. Və ondan sonra deyir ki, kim la ilahe illallah deyərsə o müsəlmandır. Və ləu ləm yəkun məhu minəl-İslam şə'ra. Baxmayaraq İslamdan bir tükü belə olmasa, yəni ki, bunların alimləri deyir, zamanın alimləri deyir bunu, qaldı ki, avamları. Bəl qad tərəkəhu və stəhzə bihi mütəəmmidən. Əksinə deyir, İslamı tamamilə tərk edib, yəni dindən heç nə etmir və ona istehza edir, bilərəkdən istehza edir. Yəni, günümüzdəki haldır ya bu. Fəsubhanallahil muqallibil qulub keyfə yəşə. Və Allah deyir, yəni pak münnəzzəhdir, qəlbləri çevirəndə istədiyi kimi, keyfə yəştəmiyu, baxdır, Allah deyir, necədir cəm edə bilər bir qəlbdə ağıl olan və hətta cahillərin cahili olsun belə. Ənəhu, ki bir qəlbdə belə bir şey olsun, ki bu deyir, yəni Bəni Hənifənin kafir olmasını təsdiqləyir. Bəni Hənifə namaz qılır, azan verir, yəni şəhadət deyir, bunlara kafir deyir dili ilə. Amma İslamdan heç bir tükü olmayana deyir ki, bu müsəlmandır, bunu təkfir eləyən özü kafirdir. Bütövlüklə deyir, İslamı tərk etsə belə və nəinki tərk etsə, inkar etsə və qəsdən istehza etsə belə, nədir ki, deyir, la ilahe illallah deyir. Lakin əşhədu ənəllaha alə kulli şeyin qadir. Yəni, bu qəlbdə deyir, iki şey, bu ziddiyyət necə cəm edə bilər? Lakin deyir, mən şahidlik edirəm ki, Allah hər şeyə qadirdir. Yəni, belə də şey olur. Nəsəlullah ən yüsəbbitə qulubənə alə dinihi. Və Allahdan diləyimiz odur ki, Allah deyir, qəlbimizi dini üzərində sabit etsin. Və lə yəziğə qulubənə bə'də iz hədənə. Və hidayət verəndən sonra bizim qəlblərimizi azdırmasın. Və yəhibə lənə minhu rəhmətən. Və öz dərgahından bizə rəhmət bəxş etsin. Çünki o deyir, innəhu huval vahhab. O deyir, bəxş edəndir. Yanaq burada, subhanakallahum, həmdikə şədən la ilahe illə əntə əstəğfiruka və etûbü ileyk.